Bu ayda insan özündə bir sıra yaxşı xüsusiyyətləri becərdə bilir. İnsan hər vaxt istəsə ağac əkməyək, insan fail olaraq bu işi görə bilir. Amma təbiət bunu hər vaxt qəbul eləmir. Təbiət bunu qəbul eləmir. Yəni, təbiətin xarakterində, yəni istənilən fəsildə ağacı əkmək olmaz. Əgər istəsə insan o ağacı əksin, gedək süni bir bahar yaratsın. Süni bir bahar yaratsın və o süni baharın sayəsində o əkilən toxum, ağac düzəlib, yəni yetişə bilsin. Ramazan da bu baxımından Rəbiül Qurandır. Quranın baharıdır. Yəni, mənəviyyat üçün insanın daxilində kök atası, yəni insanda becərdiləsi yaxşı xüsusiyyətlər üçün ən əlverişli aydır. Və bu baxımından bərəkətlidir, bərəkətli hesab olunur ki, insan bu ayda ziyan eləmir. İnsan bu ayda məhsula doğru tam rahat gedə bilir. Qarşısında maniyələr olmur, süni maniyələr yaranmır. Hətta şeytanın zəncirlənməsi, insanların vəsvəsədən azad buraxılması, rahat buraxılması, bütün bunlar onu göstərir ki, bu ayda insan o yaxşılıqların toxumunu səpə bilir, yaxşılıqlarını öz içində becərdə bilir və bu daha bərəkətli olur, daha səmərəli olur, daha surətli olur.